Qazaxıstanın Türkistan şəhərində Türk dünyasının müqəddəs ziyarətgahları, ənənələr və varislik mövzusunda beynəlxalq simpoziumda bir araya gəldik. Əsas mövzumuz Türk xalqlarının müqəddəs ziyarətgahlarının meydana çıxmasının fəlsəfi aspektlərini açıqlamaq oldu. Çünki Türk xalqları qədim bir xalqdır. Bu xalqın zaman-zaman müxtəlif dinlərə, yaxud da müxtəlif fikir və cəryanları olsa da, onun kökü məhz Türk ənənəsinə, Türk mədəniyyətinə, Türk törəsinə əsaslanır. Biz də böyük insanlarımızın, qutlu insanlarımızın, Qorqud atamızın, Alper Tonqamızın, Əmir Teymurların, Əlişir Nəvailərin, Məhəmməd Füzulilərin, Yusif Balasagunlar, Əl-Burunilər, Əl-Xarazimlər və başqa böyük insanlarımızın nədən bizim üçün müqəddəs olduğunu, onları ziyarət etməyin nədən anlamlı olduğunu ifadə etməyə çalışırıq. Çünki Türk xalqları yenidən diriliş dönəmindədir. Biz müəyyən bir müddətdə öz adət-ənənələrimizi, milli dirliyimizdən uzaqlaşdıq. Ancaq biz məhz müqəddəs, qutlu insanlarımızı yad etməklə, onların düşüncələrini, fəlsəfi fikirlərini ifadə etməklə Türk xalqlarının yenidən birliyinə çalışırıq. Yeni nəsil Türk xalqları harada yaşamasından asılı olmayaraq, Anadoludan Uyguristana, Kərkükdən Aşqabada, Kırma qədər hər yerdə yeni bir nəsil formalaşır. Bu yeni nəsil məhz özünə dönüşü etməlidir. Milli birliyini, milli törələrini yenidən anlamalıdır. Məqsədimiz, amacımız da məhz Türk xalqlarının insanlarını yenidən toparlamaq və onların milli ruhunu, milli qayələrini ortaya qoymaqdır. İnşallah bu yolumuz qutlu yoldur və bütün Türk xalqları bu yolda inşallah bir araya gələcəklər.